Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddətinin başa çatması münasibətilə aprelin 8-də Baş Prokuror Kamran Əliyevin rəhbərliyi ilə tədbir keçirilib. Baş Prokurorluqda Media TV Azmedia qrupuna verilən məlumata görə, tədbirdə çıxış edən Baş Prokuror Kamran Əliyev Xanlar Vəliyevin uzunmüddətli və qüsursuz xidməti dövründə hüquq mühafizə orqanlarında göstərdiyi yüksək peşəkarlığı, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə, insan hüquq və azadlıqlarının müdafiəsində, xüsusilə də hərbi prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirib. Xanlar Vəliyevə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2025-ci il tarixli 527 nömrəli sərəncamı ilə verilmiş 1-ci dərəcəli vətənə xidmətə görə ordeni Baş Prokuror tərəfindən təqdim olunub.